Xatırlayırsınız, yaxın zamanda bir video bütün dünyanı silkələdi. Bir pingvin sürüdən ayrılır və ucu bucağı olmayan, kimsəsiz çöllüyə doğru addımlamağa başlayır. Ta ki bir yerdə yıxılıb ölənə kimi. Bu, yəqin ki, hər birinizə çox təsir eləyən bir kadr idi. Düzdür, bəzi biznesmenlər bunu öz şirkətlərinin reklamı üçün bir materiala çevirdi, bəstləşdirdi, onlara da salam deyirəm. Amma bu gözlənilən bir şeydir. Kapitalizmin ağlı olmadığı kimi əxlaqı da yoxdur. Amma həqiqətən bu görüntüdən çox təsirlənən insanlar var aranızda. Çünki hər birinizin qəlbində bir gün hər şeydən əl çəkib, baş alıb harasa getmək arzusu yatır. Lakin sürüdən ayrılıb öz yolumuzla getmək bizə o pingvində olduğu kimi rahat başa gəlmir. Bilmirəm, o kadrları izləyərkən buna fikir verdinizmi? Həmən o pingvinə sürüdəki hansısa başqa bir pingvin mane olmadı. Düzdür, onunla heç kim eyni yolda getmədi, amma onun qarşısını kəsən də yox idi. O dayandı, geriyə baxdı və bir yerdə qərar verdi. Sürüdən qopdu. Nə kimsə onun arxasınca söydü, nə kimsə təpiy vurdu, nə kimsə onu sürüyə qaytarmaq istədi, nə qarğış eləyən oldu ki, görüm o yolda xeyir tapmayasan, nə də başqa bir şey. Onun yoluna bir baxma hörmət elədilər. Bəs siz bu gün o pingvinin getdiyi yolu o qədər asan şəkildə gedə bilərsinizmi? Sadəcə qərar vermək, inanmaq bəs eləyirmi? Yəqin ki, motivasiya kitabları oxuyursunuz. İnanmaq bəs eləyir, nə bilim, içində canavar var, heç kim sənin qabağında dayana bilməz. Kitabı bağlayırsan, müdir gəlir dayanır başının üstündəki, aya bugün bir saatdə qal artıq işlə. Sən də deyirsən ki, baş üstə qadınalım. Amma içində də söyürsən, həm müdiri, həm də o kitabın yazarını ki, oturmuşdum da yerimdə, mənə lazım idi motivasiya. Sən hər ay maaşından pul xərcləyib o yazıcının kitabını alırsan, o da o pullarla özünə son model bir maşın alır, sonra villasında oturub sənə növbəti məktubunu ünvanlayır. Uğur heç də pulla ölçülmür. Sən sevə gedirsən, soyuducuda yemək yoxdur, papaya zəng eləyirsən ki, bəs papa mənə pul göndər. O da deyir ki, yekə kişisən də, hələ də adam ola bilmədin. Bəs qonşunun oğlu evlənir, sən də avara kimi sülən şəhərdə. Sən istəyirsən deyəsən ki, papa bir pingvin var, bəs sürüdən ayrıldı, öz yolu ilə getdi. Təxmin eləyirsən ki, bu söhbətdə nələr eşidəcəksən. Ona görə susursan ki, həyata qarşı olan son inanc qırıntılarını da itirməyəsən. Çıxırsan balkona və şəhərə baxırsan. Günü-gündən gözəlləşən şəhərə. Yavaş-yavaş dərk eləyirsən ki, bu yolda sadəcə nələrsə başa düşmək və qərar vermək bəs eləmir. Kefimiz istədiyi kimi çıxıb gedə bilmirik. Bizi mütləq soyan olacaq, arxaya çəkmək istəyən olacaq, lap olmasa belə hara çıxıb gedəcəyik ki? O pingvindən yol pulu, viza tələb eləyən yox idi. Sən isə ayağını evdən kənara qoyan kimi metro, avtobus, bəzi yerlərdə piyada yolu yoxdur. Lap getdin dayandı sərhəddə, sonra. Demək, biz düşündüyümüz qədər azad deyilik. Bizim o pingvindən bir fərqimiz var. Bəs nədir o fərq? Sistem. Biz bir sistemin tərkib hissəsiyik. Sadəcə biz yox, valideynlərimiz, müəllimlərimiz, qohumlarımız, yoldaşlarımız, hətta bizə cəsarət çatan o motivasiya kitablarının yazarları da bu sistemin bir parçasıdır. Bir dişli çarx kimi düşünə bilərik. Sistemin işləməsi üçün o çarxların hər biri çox vacibdir. Əgər nə vaxtsa çarxlardan biri yerindən çıxmaq qərarına gəlsə, bu sistemdə qəzaya səbəb olmağa bəs eləyir. Amma çarxlar hər biri öz yerindən çox razıdır. Onlara gündəlik baxım eləyirlər, deyək ki, yağlayırlar, arada bir silirlər və beləcə onlar sıradan çıxana kimi sistemin könüllü quluna çevrilirlər. Amma sistemdə olmaq əsas problem deyil. Bu çarxların faciəsi ondan ibarətdir ki, onlar ümumilikdə nəyə qulluq elədiklərini bilmirlər. Hansı maşını işə saldıqlarından xəbərsizdilər. O maşın onları istədikləri ünvana aparırmı? Onu heç düşünmürlər. Və nə vaxt hansısa öz başına bir çarx bu gedişatdan sıxılıb, qane olmayıb, yerindən çıxmaq qərarına gələndə, bax o digər çarxlar həmən o azadlığa çıxmaq istəyən çarxı sıxışdırmağa başlayırlar. Çünki onun azadlıq istəyi digərlərinin işinə mane olur. Bu sistemdə hər bir çarxın özünə məxsus yeri olduğundan bir çarxın itkisi bütün çarxların nasazlığını gətirib çıxardır.
Hal belə olanda heç biri cürət eləmir ki, yerindən tərpənsin. Yəni, çarxın azadlığına bu sistemi yaradan deyil də, elə məhz yanındakı bir digər çarx mane olur. Yəni, bu pingvinin dostları, yoldaşları bilsələr ki, onun baş alıb getməsi ilə yaratdığı problemlər, ortaya çıxan əngəllərə görə bunlar əziyyət çəkəcəklər, onda pingvin bu qədər rahat şəkildə çıxıb getə bilməz. Onu elə oradaca məhv eləyərlər. İndi sual ortaya çıxır. O zaman nə etməliyik? Amma bu sualdan öncə verməli olduğumuz başqa bir sual var. Biz harda nə etməliyik? Daha da sadələşdirsək, biz hardayıq? Təsəvvür eləyin ki, dostunuz zəng eləyir ki, bəs maraqlı bir tədbir var, Ceyn gəl. Sən də deyirsən ki, bu tədbir harda keçirilir? O da deyir ki, nə fərqi var ki, harda keçirilir də. Sən də deyirsən ki, çox fərqi var. Kostyumla mı gəlim, şortiklə mi gəlim, ya nə bilim, paltarsız mı gəlim? Ümumiyyətlə, bəlkə o dediyin mühitə gəlmək istəmirəm. Yəni, biz ilk öncə harda olduğumuzu özümüz üçün müəyyən eləməliyik ki, hara getmək istədiyimizi də planlaya bilək. Yanlış anlamayın, bu videonun sizə yol göstərmək kimi heç bir missiyası yoxdur. Çünki heç kimin yolu bir deyil. Deyək ki, universitetdə oxuyursunuz və bir qrup olaraq eyni dərslərə qatılırsınız, eyni mövzuları oxuyursunuz, eyni imtahanları verirsiniz ki, nəticədə hər biriniz deyək ki, həkim olacaqsınız ya da mühəndis. Burada hansısa bir yoldan söhbət gedə bilər. Amma təsəvvür eləyin ki, sinifdə 50 tələbə var və hər bir tələbənin ixtisası bir-birindən fərqlidir. Və müəllim içəri girir və başlayır sizə deyək ki, tarixdən danışmağa. Və sinifdə ümumiyyətlə tarix fakültəsinin tələbəsi yoxdur. Müəllim gözəl danışır, maraqlı danışır, hətta həqiqəti danışır, amma mənasızdır. Çünki bu mühazirənin yeri bu auditoriya deyil. Amma o müəllim çıxır və deyək ki, içəri tanımadığınız başqa bir adam girir və deyir ki, mən sizinlə universitetin problemlərindən danışmaq istəyirəm. Bunlar ötəri problemlər deyil. Ayşə Fərdə xəyanət eləyib, nə bilim, bufetdə çayın qiymətini qaldırıblar, ya Akif müəllim öz tələbəsi ilə yatır, bəsit. Hər kəsin ağzında çeynəmiş mövzular deyil. Artıq burada fərqi yoxdur. Tələbələr fərqli ixtisasa aiddir, yoxsa eyni. Çünki problem artıq universitet səviyyəsindədir. Bu misala uyğun bir gün biri bir kitabla və yaxud video ilə sizin qabağınıza çıxıb deyirsə ki, mən sənə həyatda nə etməli olduğunu, həyat yolunu göstərəcəm, siz o insanı nə qədər ciddi ala bilərsiniz ki? Çünki burada əyləşən hər kəs bir-birindən köklü şəkildə fərqlənir. Düşüncə tərzi, təhsili, ailəsi, dini baxışı, məqsədləri, problemləri. Amma bir gün biri çıxıb desə ki, uşaqlar, mən sizinlə bir söhbət eləmək istəyirəm. Oturaq müzakirə eləyək, hər birimizi maraqlandıran məsələdir. Burada nə rəhbər var, nə də yol göstərən, nə müəllim var, nə də tələbə. Burada əsas olan mövzunun özüdür. Oğlanlar bilər, əsgərlikdə bir də görürsən ki, həyəcan komandası verilir. Sən də yatmısan, yuxunun ən şirin yerində, oyanırsan ki, aləm dəyib bir-birinə. Səni də oyadırlar ki, bəs qalx, həyəcan komandası verilib. Sən də soruşursan ki, nə olub, hara gedirik? Amma bu sualı verməyə artıq vaxt yoxdur. Sən qalxmalı, geyinməli və vaxtında sırada olmalısan. Ona görə də bu videonu bir həyəcan siqnalı kimi təsəvvür eləyə bilərsiniz. Bəs indi soruşursunuz ki, ay bala, nə olub ki, bu həyəcan komandası nə üçündür? Günlərin bir günü Novruz yaxın dostu Akifə yaxınlaşır və deyir: Akif, xəbərin var, biz insanlıqdan çıxmışıq. Artıq biz insan deyilik. Heyvandan heç bir fərqimiz qalmayıb. Akif də deyir ki, necə yəni insanıq da, əlimiz, qolumuz, yeriyirik, yemək yeyirik, bəs gəzirik, dostlarımızla görüşürük, işləyirik, sekslə məşğul oluruq. Novruz da Akifə yoldan keçən bir iti göstərir. Deyir ki, bax Akif, onun da əlləri var, ayaqları var, o da yemək yeyir, o da gəzir. Hələ bir arada qabağına top da atırlar ki, oynasın. O da sekslə məşğul olur. Akif, axı biz insanıq. Bizim ondan ciddi bir fərqimiz olmalıdır. Amma yoxdur. Niyə? Akif bir an tərəddüd eləyir, başını çevirib itə baxır. İt də dayanıb Akifə baxır. Akif itə baxır, it Akifə. Akif itə baxır, it Akifə. İndi bu sualı sizə vermək istəyirəm. Sizcə, Akifi o itdən fərqli eləyən nədir? Siz cavablarınızı özünüz üçün verin və
Videonun ikinci hissəsində sırf bu sual üzərində danışaq. Hekayəmiz bir qul bazarında başlayır. Yaşlı, gənc, onlarla işsiz insan oturub, ümidlə kiminsə gəlib onlara iş buyuracağını gözləyir. Hər kəsin üzündə çox dərin bir tənhalıq, kədər, bir çarəsizlik görürsən. Başa düşürsən ki, bu insanların artıq gələcəyə zərrə qədər inancları qalmayıb. Arzularını, xəyallarını çoxdan unudublar. Onlar üçün həyat sadəcə bu gündən ibarətdir. Amma bu carpe diem, anı yaşamaq kimi romantik bir çərçivədə deyil. Bu insanlar anı belə unudublar. Sadəcə yaşamaq üçün yaşayırlar. Və qəhrəmanımız bizə göstərilir. Onun adını elə Novruz deyək. Çünki filmdə qəhrəman da daxil heç kimin bir adı yoxdur. Novruz heç bir qrupa aid deyil. Heç kimlə söhbət eləmir. Amma onun da digərləri ilə oxşar bir cəhəti var. Gözləmək. O da gözləyir. Bəs nəyi? Bir maşın gəlir, hər kəs qaçıb ətrafına yığışır. Hamı istəyir ki, birinci özünü maşına sala bilsin. Fərasətlilər bunu bacarır, fağırlar isə oturub növbəti maşının gəlməsini gözləyirlər. Novruz isə heç bir maşına sarı qaçmır. Görünür ki, çox qürurludur. Bunu özünə yaraşdırmır. Amma gözləməkdən də əl çəkmir. Bu ərəfədə baş papaqlı bir qoca kişi çıxır ortaya. Bəs bu kimdir? Kobud dildə desək, bu kişinin işi odur ki, o qulları öncədən depoluyur, sonra sahibkarlara topdan satışını təşkil edir. Beləcə sahibkarlar hər bir qul ilə ayrıca baş ağrıtmırlar. Müasir dövrdə işə götürmə şirkətləri buna uyğun bir misaldır. Mahiyyət tamamilə eynidir. Sadəcə əvvəllər bu küçədə baş verirdisə, indi dəbdəbəli ofislərdə həyata keçirilir. Novruz bir atadır. Ailəsi var. Olduqca mehriban, qayğıkeş biridir. Həm oğluna qarşı, həm də həyat yoldaşına qarşı. Onları çox sevir. Boş vaxtlarını onlarla keçirir, oğluna səbirlə dərslərini başa salır, onunla şəkillər çəkir, oyunlar oynayır. Ata, biz 3 hərfi birləşdirib it elədik. İndi də 3 hərfi birləşdirib iti adam eləyə bilərik. İti adam eləyə bilərik? Maraqlı sualdır, hə? Bəlkə tərsinə çevirək bu sualı. Adamı it eləyə bilərik. Sən anana fikir vermə. İstəyirsən it olum sənin üçün? Ha? Nəzərdə tutduğumuz bu deyil. Bir insan bir iti təqlid eləyə bilər. Sualımız daha dərindir. Bir insan it ola bilərmi? Yəni özünü it kimi hiss eləyə bilərmi? Bir baxma itə çevrilmək, insanlıqdan çıxmaq, insan olduğunu unutmaq. Yəqin ki, hər biriniz işə gedərkən bu səhnəni yaşayırsınız. Təklər inciməsin, amma yolunuzu gözləyən bir ailəyə sahib olmaq xoş hissdir. Sizi həyata bağlayır. Gün ərzində yaşadığınız bütün əsəb, gərginliyə onlara görə səbr eləyirsiniz. Səbr etmək, dözmək, nəyə ümid eləmək, yaxşı nələrinsə baş verəcəyini gözləmək. O möhtəşəm gün bir gün gələcək, qapımıza çalacaq və biz sonsuza kimi xoşbəxt olacağıq. Bax, banklar deyir ki, yeni yaz fürsətləri sizi gözləyir. İpoteka ilə ev, lizinqlə maşın, tələbələr özəl kredit, anana, sevgilinə hədiyyə almaq istəyirsən və pulun yoxdur, o zaman biz o xoşbəxtliyi sənə hədiyyə eləyəcəyik. Sistem sizi arzuladığınız gələcəyi gətirir, ona güvənin. Bax, bütün şirkətlər gecəsini gündüzünə qatıb ki, Adil Firəngizə sevgililər günündə hədiyyə ala bilsin, utanmasın. Bəs nəyin uğrunda? Adil bunun üçün nəyi gözə almalıdır? Sistem Adilə verdiyi saxta xoşbəxtlik qarşılığında ondan nəyi fəda etməsini istəyir? Bunları yemək üçün təkcə işləmək yox, həm də sədaqətli olmaq lazımdır. Birinci hissədə çarx misalında belə bir cümlə işlətmişdim. Çarxların faciəsi o idi ki, onlar ümumilikdə nəyə xidmət etdiyini bilmirlər. Yəni, hansı maşını işə saldıqlarından xəbərsizdilər. O maşın onları istədikləri ünvana aparırmı, onu heç düşünmürlər. Baxın, bu qullar da maşını işə salan o çarxlardır. Çünki maşın boş kimə lazımdır ki? Maşın ora qul aparmaq üçün gəlib. Amma maşını hərəkətə gətirən bu qulların heç birinin xəbəri yoxdur ki, bu maşın onları hara aparır. Bəs niyə xəbərsizdilər? Çünki hər birinin öz həqiqəti var. Daha doğrusu, nisbi həqiqəti.
Biz elə zənn eləyirik ki, mütləq həqiqət deyə bir şey yoxdur. Misal üçün, Adilin həqiqəti, Firəngizin həqiqəti, deyək ki, Novruzun həqiqəti və Akifin həqiqəti və onlar hamısı eyni maşına əyləşib fərqli həqiqətlərə gedib çıxacaqlarını düşünürlər. Amma maşında olduqları halda tək bir həqiqət var. O da maşının onlara apardığı həqiqət. Eyni misalı filmə gətirsək, maşında əyləşən hər kəsin ağlında bir təsəvvür var. Misal üçün, biri düşünür ki, işləyib özünə toy eləyəcək. Biri düşünür ki, işləyib qazandığı pulla səyahət eləyəcək. Deyək ki, biri düşünür ki, maşın alacaq. Bəs həqiqət nə edir? İş görüşmələrində məşhur bir sual var. 5 il sonra özünüzü harda görürsünüz? Siz həvəslə cavab verirsiniz. Filan şəhərdə, filan ölkədə, filan adda, filan mövqedə. Sual verəndə təbəssüm eləyir. Bu təbəssüm yersiz deyil. O özü də bilir ki, sizin artıq 5 ildən sonra harda olacağınıza siz yox, sadəcə içində olduğunuz sistem qərar verəcək. Bu səhnəyə diqqətlə baxın. İnsanlar gördükləri mənzərə qarşısında sarsılırlar, narazıçılıq eləyirlər, etiraz bildirirlər. Yadınızda saxlayın bu səhnəni, çünki bura bir də qayıdacaq. Bugündən burada yaşayacaksınız. İşiniz meşe kırmak, derman bitkileri toplamak, kızıl külçeler aktarmaktan ibaret olacak. İş normasını yerine getirmeyenler acı kalacaklar. Biz bir ailəyik, bura hər birinizin evidir. Sanki evinizdəymiş kimi işləyin, istirahət eləyin. Tanış gəlir də bu sözlər sizə. Və təsəvvür eləyin, burada bu qədər kişi varkən, bu biabırçılığa sadəcə bir nəfər səsini çıxarda bilir. Deyir ki, siz hara unutulasınız ki, insanlarla bu cür rəftar edirsiniz. Cevap ver. Siz kimsiniz axı? Ne qayda, ne qanun? Bizi hara getirmişsiniz? Cevap ver. Cevap ver. Novruz gözünü uzaqlara dikib. Çünki bilir ki, bura onun yeri deyil. Buradan qaçmaq lazımdır. Amma bir nəfər qorxaq, aciz biri onu ruhdan salır. Deyir ki, bacarmazsan, mümkün deyil. Elə başını aşağı sal, yaşamaq üçün işlə, deyilənləri elə, veriləndən çoxunu istəmə, daha yaxşısına layiq olduğunu düşünmə. Sən kimsən ki, azadlığı özünə rəva görürsən? Ağıllı adam bu cür davranmaz. Ağıllı adam şəraitə uyğunlaşar. Başqaları quldursa, o daha ağıllı qul olmağa çalışar. Onun it hini digər qulların hinindən daha böyük olar. Digər qullar sümüklü ət yeyər, bu isə sümüksüz, ən yağlı yerindən. Digərləri daha arıq olar, bu isə daha kök, piyli. Digərlərinin ayağında qandal olar, bunun qandalını isə ayağına yox, boynuna vurarlar. Onun üçün qandal artıq bir təhqir yox, bir vəzifədir. Nəzərinizə çatdırmaq istəyirəm ki, kim bizə sədaqətlə qulluq eləsə, onu itlər cəmiyyətinə üz qəbul edəcəyik. Cəmiyyətimizin isə bildiyiniz kimi xüsusi imtiyazları var. Bu günləri biz öz cəmiyyətimizin sıralarına yeni bir üzv qəbul edirik. Onu sizə təqdim eləməyə mənə belə gəlir ki, ehtiyac yoxdur. Onu siz hamınızı yaxşı tanıyırsınız. Çünki o bizim ən istedadlı, ən işgüzar, ən bacarıqlı işçilərimizdən biridir. Hal o yerə gəlir ki, it insan reaksiyası verir, salonu tərk eləyir. İnsanlar isə itləşir, heyvanlaşır. Göz görə-görə yalanı həqiqət hesab eləyirlər. Yalan adiləşir, normaya çevrilir. Yaxınlaşıb orada oturanlardan birinə desən ki, burada nə baş verir? Deyər ki, bax, gör, cəmaat ələ salırlar. Sanki ələ salılanlardan biri də özü deyilmiş kimi. Bunu deməklə güya özünü ağıllı göstərməyə çalışar. Amma özü də o sirkin bir kuklasıdır. Hünəri olmaz o salonu tərk eləməyə. Boynuna taxılan zənciri çıxarıb atmağa. Tədbir bitər, gedər maaşını alar, yeyər, içər, günü gündən kökələr, piylənər. Normalda həqiqəti deyənin dostudur, amma o həqiqəti deyəni sabah yolda görsə salam verməz, onu adam yerinə belə qoymaz. Və vaxt çatır, qullar arasında etiraz dalğası yayılır. Düşünürsən ki, bax indi bu qədər kişi zülmdən bezib, ölümü belə gözə almaları lazım olsa da, qulluqlarına son qoyacaqlar. Onlar bir olsa, güclərini birləşdirsələr,
kim qarşılarında dayana bilər ki? Amma sən demə onlar verilən yeməkdən narazıymışlar. Daha yaxşı yemək istəyirlər. Bizə də o yeməklərdən verin də. Düz deyil. Bu iğrenmiş xörəklərdən bezmişik. Bize böyle yemek lazım değil. Sakit! Yemeği verin. Bunları yemək üçün təkcə işləmək yox. Həm də sədaqətli olmaq lazımdır. Bax, onlar kimi. Sədaqət olaq da. İşləyərik də da. İşlədiysən işləyək də. Bize de bir adam gibi yemek ver. Ne istəyirsən onu yeririk. İstediğinsen İstəyirsən ölək də. Altından kırmayın. Ne deyirsən Hür değilsen hürey de. Hür değilsən ölək də. Altından kırmayın. Belə ölərsiz ha? Alın! Həqiqətən dəhşətli bir səhnədir. Söz tapmaq olmur demək. Bu qədər insan nədən, nə üçün əl çəkdilər? Bir qarın çörəyə, bir yağlı tikiyə azadlıqlarını qurban verdilər. Ən əsası insan olduqlarını belə unutdular. İlk başda üsyan edən kütlə indi bir qarın çörəyə görə it kimi hürməyə hazırdır və qabağına yağlı tiki atılanda haqqını aldığını zənn eləyir. Elə həyat sadəcə bundan ibarətdir deyə düşünür. Görürsüz necə yavaş-yavaş parçalayırlar insan şəxsiyyətini. Heç ruhum belə incimir. Bəs biz nəyə qane oluruq? Bizim üçün nə kifayətdir? Ben insanım Ben insanım Ben insan kimi de yaşamak istəyirəm. Sen bunu başa düşürsən? Başa düşürsən bunu sen? Ben... Bir sözle çıkış yolu göster. Ha? Susursan. Susursan. Sen bilirsən ki, mən haqlıyam. Sen bilirsən ki, mən haqlıyam, mən. Ona görə susursan. Mən haqlıyam. Ona görə susursan sən. Sen bilirsən, mən haqlıyam. Ona görə susursan sən. Sen bilirsən ki, mən haqlıyam. Ona görə də susursan. Bu səhnələr izləyəndə tüklərim biz-biz olmuşdu. Uzun müddət təsirindən çıxa bilməmişdim. Bir insanın necə yavaş-yavaş tənəzzülə uğramasına şahid oluruq. Hər birimiz həyatımızın müəyyən dönəmlərində bu etapları keçirik. Keçəcəyik və bəlkə də keçmişik. Görəsən bu yolda hansı birimiz nələr itirmişik? Bəs qaçmaq bir qurtuluşdurmu? Günlərin bir günü o arzuladığımız həyata gedib çatmaq. Yoxsa bir xəyal. Qurtuluş adı ilə mindiyimiz, bizi uzaqlara, başqa diyarlara apardığını zənn etdiyimiz o maşın ya bizi yenidən eyni məntəqəyə qaydıracaqsa? Hoş gelmişsən. Deyirəm, hoş gelmişsən.